Hə. Nə olsun ki, biz indi çox yaxınıq, amma bir ara heç danışmamışıq. Salam. Biz lisə ilə universitetdə tanış olmuşuq və çox yaxın dostuq. Və hətta biz o qədər yaxınıq ki, hamı bizə deyir, sual verir ki, siz bacısınız. Bacı deyilik, amma dostuq da. Bir də bizə gəlir ki, yəni siz Əminə deyir hər yerdəki bacıyıq. Sonra yazırlar ki, necə olur sizin soyadlar fərqlidir. Mən Həsənovayam, o Qafarovadır. Hə. Nə olsun ki, biz indi çox yaxınıq, amma bir ara biz heç danışmamışıq. Nə qədər müddət idi o? Hardasa biz 4-5 ay danışmamışıq. Amma yəni bizim məsələn dostluğumuz niyə görə davam edir? Məncə biz bir-birimizin arxasında heç vaxt danışmamışıq, bir-birimizi pisləməmişik. Nə olur olsun, məsələn mən Əminəyə küsəm ya da Əminə mənə küsdü. Heç vaxt mənfi şey deməmişik də. Əksinə gəlib bizdən söz çəkmək istəyənlər olurdu ki, niyə danışmırsınız da? Yəni mən deyirdim ki, o haqqda danışmaq istəmirəm. Hətta Əminə özünə təzə qrup yığmışdı. Mən tək qalmışdım, inanırsınız? Yəni tək otururdum, tək qalmışdım. Onda mənə gəlib yaxınlaşan qrup yoldaşlarım olmuşdu ki, gəl sən bizlə otur, belə pis qalırsan falan. Deyirdim, yox da, mən belə xoşbəxtəm də. Gəl indi sizə biz öz ilk tanışdığımızdan danışaq ki, biz necə tanış olmuşuq. Biz deməli biz Nisə ilə mən ilk günü Nisəni heç görməmişdim. O da məni görməmişdi. Əslində bir çox adam deyir ki, universitet dostluqlarına inanmayın. İlk gedəndə heç kimlə yaxınçılıq qurmayın. Bu həqiqətən çox doğru bir sözdür. Və mən universitetin bir həftəsi inanırsan ki, yəni çox sıxılırdım. Evdə gəlib bir həftə ağlamışam ki, hətta bir ay ağlamışam ki, mama mən universitetə getmək istəmirəm. Ağlayırdım da ancaq yəni özümdən asılı olmurdu. Çünki çox sıxılırdım. Mən özüm çox pozitiv birisiyəm. Yəni, orada özümə uyğun birisini tapa bilmirdim, uyğunlaşa bilmirdim. Nisə ilə universitetdən 2-3 gün sonra tanış olmuşuq. Ona qədər mənim çox əlaqəsiz birinlə yəni dostluq eləmişdim. Belə çox yaxşı qızdır həqiqətən. O indi onun da başqa kruqu var, mənim başqa kruqum var, amma Hə, dostluq eləmirsən? hə, bir oturmuşam onunla. Oturmaq dostluq demək deyil ki. Olsun da bir oturmuşuq. Hə, Nisə sən kimlə oturmusan ilk? Mən ilk oturmaq yox, ilk dəfə gördüyüm Nurayna olur. Amma mən ilk dəfə gördüm, mən Zeynəbi də görmüşəm bu arada. Zeynəbin şəklini bura qoyuram. Burada Zeynəb. Mən ilk Zeynəbi görmüşəm. Hə. Nisə Nurayna starslarımızı görüb. Heç biz Nisə ilə deməli uşaqlar. Birinci saat Nisəni gördüm. Nisə ilə danışığımız oldu sadəcə. İkinci saatda Nisə desir, neynədi? Mən əməlli patxod elədim Nisə. Gəldim, dedim ki, yanında otura bilərəm. O da dedi ki, deyəsən stolun üstündə nəsə var idi, onları çəkdi qabağına. Dedi, hə. Nəsə, mən də oturdum. Yəni, əslində mən biraz saf olmuşam. Əminə çox bilir. Nəyə görə? Nəyə görə indi deyirəm. Çünki mən dedim ki, şəkil çəkə bilərik. Nisə oturan kimi Snapchat açıb ki. Allah haqqı özü birinci kursda mən dəhşətli dərəcədə Snapchat çəkirdim. Yəni Snap'a yazışmaq üçün istifadə edənlər var. Mən amma çəkirdim. Amma 2 ildir Snapchat'a girmirəm. Sən bir şey deyim, Snapchat mənə çox şofqa gəlirdi. Bu dəqiqə hamı orada şəkil çəkdir, amma mənə çox Nisə ki deyəm, nə şəkil çəkdirək. Mən biraz belə dedi, belə mən belə şeye düşdüm ki, ben Ben o adamdan utanıyorum zaman zaman. Kim o ya? bilmirəm niyə də var. Amma yaxşı ki də çəkdirmişik ki, həmən şəkil bu dəqiqə var. Və o həmən şəkli bura qoyaq. Mənim sınıfımdadır o. Hə, atarsan qoyaram. Bizim Nisə ilə yəni evrim keçirmişik də. Nə olsun ki, biz 3 ildir dostuq. Bu 3 il ərzində həqiqətən çox böyümüşük də, yəni çox dəyişmişik. O bəzən olur, mənim indi 10-15 illik dostlarım da var. Onları qətiyyən elə adi eləmirəm, amma məsələn də, yəni elə dostluqlar var ki, 20 ildir dostular, amma yəni önə çıxaracaq bir şeylər yoxdur da. Amma mən düşünürəm ki, bizdə elə deyil. Və bizim biz Nisə ilə orada tanış olduq və birinci kursun 2-ci semestrində artıq biz başladıq danışmamağa. Onun səbəbini indi deməyəcəyik. Çünki biraz çox absurd səbəbdir. Linçlənə bilərik. Ona görə eləmirik. Hə,
Mən bilirsiniz necə? Mən o qədər Nisanı günahlı tuturdum ki, bu məsələyə görə çox qırılmışdım da. Yəni Nisaya görə Nisa inanmazdım da mənə qarşı eləsin. Ona görə mən getdim acıq vermək üçün çox əlaqəsiz adamlarla oturub dostluq elədim. Amma sonradan yəni öz kruqumu tapdım, yığdım və Nisa tək qaldı. Hə, mən tək qalmışdım, amma ki mən Tək qalmışam hamısı belə dur. Tek olmuşam bak tek olmuşam Uşaqlar, siz nətər? Bəlkə də o bizim üçün sınaq bir müddət idi ki, biz həqiqətən bir-birimizə layiqik ya yoxdur. Çünki məsələn, mənim bacılarım deyirdi ki, universitetin ilk ərəfələrində heç kimlə dostluq eləmədə hamının üzü çıxacaq. Düz çıxanlar oldu. Amma ki, yəni biz uzun müddət aralandıq da. Həmin ərəfədə də nə bilim. Bir də mən Əminəyə yazmışdım yoxsa? Hə, Əminəyə yazmışdım ki, sabah Bravonun qabağında görüşək. Elə demişdim, nə? Sən mənə demişdin ki, imtahanlar bitmişdi. Nisə mənə dedi ki, Əminə salam necəsən? Bayram idi, nə idi təbrik elədin? Ya ad günü müydü? Nəsə var idi, təbrik elədi məni. Sonra yazdı ki, sabahların Bravonun qabağında görüşək. Bravo da bizim universitetin yanında bir yerdir. Deməli, mağazadır yerdə dediyim. Biz o mağazada görüşdük. Mən Nisənin yanına gedəndə, onda heç əlaqəmiz, yəni də küslü olduğumuz müddət idi. Mən Nisənin yanına gedəndə Nisə birdən ağladı. Mən də baxıram ona, mən də ona baxıb ağladım. Mən gülürəm, ağlayıram. O ağlayır da. Mən gülə-gülə ağlayıram. Belə eləmə. Bax ağla. Belə. Orada bir daha qucaqlaşdıq. Sonra heç nə barışdıq. O gündən sonra başladıq yavaş-yavaş yaxın olmağa. Amma yəni bilirsiniz də insanlar bir müddət küslü qalanda birdən-birə yaxın ola bilmirlər. Bizdə də təbii ki elə oldu. Sonra yavaş-yavaş bir yerdə oturmağa başladıq. Mənim yanımda da Zeynəb otururdu. Mən onu Evə gördüm. gəlib nə hiss elədin? Belə yüngüllük. Sən Yüngüllük yox, məsələn, evə gəldin, kimə nə dedin ilk? Bir də nə yəni barışanda qardaşıma danışdım hər şeyi. Başladı lağ eləməyə. Dedi Nisə belə ağlayıb. Sən də belə ağlamısan. Nəsə, yəni lağ elədi əməlli. Hələ də Nisə bizə gələndə lağ eləyir ki, sizi ayıracağam, Bravoda barışarsınız. Hə, belə. yəni dedi, Üzr videosu çək də nə? mən Nisə Qafarova, 19 yaşım var, pedaqojikdə təhsil alıram. Törətdiyim əmələ görə heç kimdən üzr istəmirəm. Mən Həsənova Əminə. 19 yaşım var. Pedaqoji universitetinin təhsil alıram və törətdiyim əməldən qətiyyən peşman deyiləm. Heç kimdən üzr istəmirəm. O qədər bizim kruqumuz oldu dəxlisiz. Kruq deyil dairə. Hə, biz sonra onunla, yəni bölündük də. Hələ orada bir qız var idi. O hamının arxasında nəsə yalan atırdı. Ay Allah. Hə, onlar Adını yadıma deyir buradan baş hərfi. baş hərfi lazım deyil. Hə, nəsə. Hətta yəni o qız mənim o bir ara yaxın olduğum birindən də aramın soymasına səbəb olmuşdu. Məndən söz alır, gəl sənə deyir. Elə bir insandı. Ona görə də yəni universitetə girən kimi çalışın ki, heç kimlə dost olmayasınız. Birinci hamını belə süzün, başdan ayağa görün ki, bunlar nədir. Yəni çünki universitetə gələn hamı fərqli-fərqli yerlərdən gəlir. Sən evin içinə gəlsən, ev sən sənin kimidir. Qətiyyən deyil. Qətiyyən. Amma süzün, baxın, görün kim kimdir. Amma mənim yəni universitetə girəndən bəri bir də ki, çalışın ki, bəzilərinə belə absurd olan sirlərinizdən verin ki, o da sizə sirrin versin. Onda onun əsl yüzünü görəcəksiniz də. Çünki elə insanlar elə şeylər eləyib ki, Yox, məncə verməsin heç kimə sir zat. yox, elə sir yoxdur. Məsələn, elə bir sir olsun ki, kim gəldi? Yəni son olaraq nə məsləhət görək? Kimsə gəldi. Odur ki, hər kəsə tez inanmayan, əgər sizin üçün doğru insandırsa, fərq yoxdur dostluqda, münasibətdə, sizi gəlib tapacaq. Yəni o sınaq zamanı var ki, o zamanın ikiniz də Uşaqlar, biz indi burada çox ətraflı danışa bilmədiksə, bir qəşəng video hazırlayarıq. Gəl mənə YouTube videosu salam ver. bizi Gəlmədi, bu Bravonun qabağında ayırmaq istəyən. Uşaq odur. Hə, nəsə uşaqlar. Yəni biz indi çox ətraflı danışa bilmirik, çünki tələsirik. Sizi öpürük. O şey var video, evdən 5 dəqiqəyə çıxmalıyam, hadi birlikdə hazırlanaq. Uşaqlar, öpürük sizi. Bizi izlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşərik. İnşallah bu videonu yəni ikimiz də kanalında paylaşacağıq. Bu mənim kanalım. Sən də bu da mənim kanalım deyəndə. Yox, deyən ki, bax, bu mənim kanalım. Bu mənim kanalım.
Yenə də Bu da mənim kanalım. Bu da mənim kanalım. uşaq bizi ayırmaq istəyən qaqaş budur. Ayıracaq idim hə. Ürək sözlərim özünüzə yaxşı baxın. Qara marketi. Bravo, bacı oldu qara market. Sizi öpürük uşaqlar. Çox sağ Deyirlər olun. Novruz bayramında küsüllər barışır. Biz Novruzda barışdıq. Ya. Nəsə başımı buraxım. Yaxda əlimdə Bu niyə yasaxlamışam. belədir? Hə. Sən hər il yeyəndə sənin adını çıxardacam ora. Editin getdiyi 2 saat. Salamat qalın. Sağ olun. Bye. İlk biz bir sağ olun. Qabağa gəl. Sağ olun. Sən də deyəndə. Sağ olun. Sağ olun.